Salamlar dostlar, bu axşam Real Madrid Barcelona El Clasico qarşılaşması var. Mən də buna özəl El Clasico'nun tarixi 11-ni qurdum. O zaman gəlin keçək. Qapıçımız İlker Casillas'dır. Mən burada Real Madridin əfsanəsi olan Casillas'a yer vermişəm. Stoperdə Carlos Puyol tarixin ən güclü müdafiəçilərindən biri olub və o vaxtki futbolçuların qorxulu rüyası olub. Yanında tarixin sözsüz ki ən güclü müdafiəçisi Sergio Ramos'dur. O Real Madriddə oynayıb və ona yer vermişəm. Sağ bekdə dünyanın ən çox kuboku olan sağ beki Dani Alves'dir. O da Barcelona'da oynayıb. Sol bekdə sözsüz ki dünyanın ən güclü sol beki olan Roberto Carlos'a yer vermişəm. O Real Madridin əfsanəsidir. CDM-də Busquets'e yer vermişəm. Burada əlaqəsiz ola bilər, lakin Busquets El Clasico'larda çox yaxşı oynayıb. CM-də Zidane'a yer vermişəm. Zinedine Zidane teknik direktör olaraq da, oyuncu olaraq da Barcelona'ya qanot durub. Yanında Iniesta var. Iniesta da həmçinin Real Madrid'ə qanot durub və Barcelona'nın ən güclü oyuncularından biri olub vaxtilə. Sağ tərəfdə Goat olan Messi var. Messi Ronaldo ilə bərabər tarixin ən güclü futbolçularındandır və Barcelona'nın tarixinin ən yaxşısıdır. Sol kanatda bir digər Goat olan Cristiano Ronaldo yerləşir. O Real Madridin ən güclü oyuncusu olub tarixdə. Və santrforda da Ronaldo Nazario, Benzema kimi isimləri saf dışı qoyan Luis Suarez var. Luis Suarez Barcelona'da oynayıb və Real'a qarşı El Clasico'larda çox möhtəşəm oynayıb. Şolar belə videolar davam üçün like atmayı unutmayın.